sosiskalı bulka hazırlayıram. Qaba 1 stəkan yarım ilıq su, 1 çay qaşığı duz, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tozu əlavə edib qarışdırıram. 4 qaşıq yağ, 4 stəkan un əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğururam. Xəmirim hazır olduqda onu 2 bərabər hissəyə bölürəm və hər hissədən 8 kündə düzəldirəm. İçərisinə isə dadını bəyəndiyiniz hər hansı bir sosiskanı istifadə edə bilərsiniz. Mən sabın kabablıq sosiskasından istifadə edirəm. Hot-doga da çox gözəl yaraşır. Kündəni əlimizlə diyirləyərək açırıq və sosiskaya bu şəkildə dolayırıq. Üzərinə yumurta sarısı çəkib pişməyə qoyuruq. Əvvəlcədən isidilmiş 200 dərəcədə bişiririk. Budur, hazırdır. Süfrəyə sabun Gəncə dovğası ilə birlikdə təqdim etdim. Çox ləzzətlidir. Hazırlayan hər kəsə nuş olsun.